Qınamaq da olmur, əslində Mahir Əmirəlidən gözləntilər çoxdur. Son illər ən yaxşı legioner həyatı yaşayan futbolçumuzdur. Mən kapitan Palmanini də qınaya bilmirəm. Amma Mahir Əmirəli heç cür milli komandada öz ağırlığını qoya bilmir, öz çəkisini qoya bilmir. Yəni, Mahir Əmirəlinin bu yaşında Ayxan Abbasov gəlib öyrədəsi deyil də, qolu necə vur, topa necə zərbə endir, necə fərqlənmək lazımdır. Yəni, müəyyən elementlər var ki, Ayxan Abbasov bu yaşda Mahir Əmirəliyə öyrətməli deyil, öyrədə bilməz. Ayxan Abbasov ancaq milli komandadakı o 3-5 gündə taktiki nələrsə verə bilər, taktiki nələrsə izah edə bilər. Biz də onu qeyd elədik. Taktiki nələrsə verə bilər, rəqibin hansısa zəif nöqtələrini Ayxan Abbasov komandaya çatdıra bilər ki, görünən oydu ki, çatdırmışdı. Yəni, bu qədər gol epizoduna daxil ola bilirsənsə, demək ki, o boşluqları tapmışsan, demək ki, o boşluqları düzgün dəyərləndirə bilmirsən. Amma sənin hücum xəttində olan futbolçuların Renat Dadaşov bu mövsüm adam qol vurmayıb klubunda. Yəni, hazırda da klubsuzdur. Mahir Əmirəli uzun müddətli klubunda oynamır. Yəni, çox az bir dəqiqə alır, uzun müddət zədəli oldu. Bu da Ayxan müəllimlik. Sən demişkən, gəlməyə çalışıram heç bir şey yoxdur. Sistemin qurub, oyun, o tüklərim sözü tıkır işləyir. Amma o Ayxan müəllimlik nəsin ki, bir metrdən qol vura bilməyəcək. Bizən, mən Ayxan Abbasov o mənada gəlməyə çalışdım ki, müəyyən şərhlərdə gördüm sosial şəbəkələrdə. Ayxan Abbasovun məhdçi qabiliyyətindən həm şübhə ilə yanaşanlar var idi. Baş məhdçi deyil, niyə Ayxan Abbasov milli komandadadır? Dostlar, qardaşlar, əzizlər, uzun müddətdir milli komandamıza əcnəbi baş məhdçilər çalışdırır. Əcnəbi baş məhdçilər milli komandamıza nə verdi axı? Ümumiyyətlə, biz burada ən son belə günah göstərəsi insan Ayxan Abbasovdur. Ayxan Abbasov, sən falanı döyəcləməyə artıq qoymalıyıq bir kənara. Bizim problemimiz baş məhdçi deyil. Biz 30 ildir baş məhdçiləri əlcək kimi dəyişirik. Yəni, bizim problemimiz baş məhdçi deyil. Ümumiyyətlə, Ayxan Abbasov son illər milli tarixinin ən zəif dönəmində ən zəif heyətinə baş məhdçi gəlib və bunu əmin edirəm sizə ki, bir qədər də əlatsızlıqdan, yəni Ayxan Abbasov baş məhdçi postuna gətiriblər. Hazır ki, Azərbaycan milli komandasına samballı əcnəbi baş məhdçi də gələsi deyil. Çünki artıq legioner limitinin ləğvindən sonra da artıq bizim müəyyən futbolçularımız ən azından limitə görə oynayırsa, artıq onlar da oynamırlar. Milli komandada oynadılacaq futbolçular yoxdur. Bugün 6 ayda əlinə top dəyməyən Şahrudin Məhəmmədəliyev milli komandadadır. Bugün mövsüm ərzində bir qol olmayan Renat Dadaşov bizim qol ümidimizdir. Mahir Əmirəli bizim qol ümidimizdir. 3 aya, 4 aya 20 dəqiqə meydanda olur, 30 dəqiqə meydanda olur. Yəni, belə olan halda Ayxan Abbasov biz nədə günahlandıra bilərik ki? Vallahi, billahi, Ayxan Abbasov konfet düzəltməyə çalışır. O əyri, nə bilim, əzilmiş, büzülmüş o əskidən, nə bilim, kağızdan bir konfet düzəltməyə çalışır. Bu da çox çətindir, mümkünsüzdür. Biz bugün hətta Maltan uda bilərik, nə bilim, hansısa taktiki savaşla baş məhdçinin Sammayın uda bilərik. Amma bu bizdə ciddi nəsə vermir. Günü qurtaracağıq. Yəni, ancaq günü qurtaracağıq. Ciddi nəsə vermir. Bir qədər sonra biz geniş yanaşmalıyıq. Biz sistem qurmalıyıq, gələcəyi hesablamalıyıq. Bugün üçün biz milli komandada nəsə gözləməyimiz absurddur. Biz illərdir bir sistem qurmuruq, bir akademiya yox, bir futbol mentaliteti formalaşdırmamışıq. Amma milli komandadan nə isə gözləyirik. Bu milli komandaya bir halda ki, bugün Guardiola da gəlsə, Mourinho da gəlsə, ciddi bir şey dəyişməyəcək. Biz yenə çıxıb meydana Maltaya uduzacağıq. Yəni, belə olan halda biz baş məhdçinin yaxasına niyə yapışırıq? Hansısa qərarları müzakirə oluna bilər, hansısa gedişlər müzakirə oluna bilər. Amma bugün milli komandaya Ayxan Abbasovdan yaxşı kim gələcək? Hansı baş məhdçi gələcək? Yəni, əmin olun ki, heç Ayxan Abbasovun özü də o qədər maraqlı deyildi o baş məhdçi postunda. Sadəcə milli komandadan gələn dəvətdir deyə bunu geri çevirmək o qədər də asan deyil. Ona görə milli komandada qalıb Ayxan Abbasov və o dəvəti qəbul edib işləyir bu günləri. Ayxan Abbasova da xoş deyil hazırki milli komandada yer almaq. Ona görə də düşünürəm ki, bir qədər tənqidlərin ünvanını biz doğru seçək. Burada yəni ən sonuncu günahkar baş məhdçi Ayxan Abbasovdur. Ən sonuncu günahkar bizim futbolçulardır. Yəni, bizim futbolçular harada yetişiblər, hansı sistemdə yetişiblər, kör-körana şəkildə. Yəni, o bir başlı başına buraxılan bir səhri olar. Öz-özünə hansısa bir, nə bilim, meyvə bitər, gül bitər, öz-özünə. Yəni, kör-təbii şəkildə. Bizim futbolçular bugün ortalığa çıxan o futbolçularımızda kör-təbii şəkildə ortalığa çıxan futbolçulardır. Müəyyən qədər öz potensialları olub, müəyyən qədər bir şansları gətirib. Hansısa sistemin, mexanizmin bir hissəsidir.
hissəsi deyillər, bir detalı deyillər. Yəni mexanizmin yetişdirdikləri futbolçu deyillər. Yəni biz bu şeyləri gəlin unutmayaq, daha dərin məsələlərə toxunaq. Mən ötən verilişlərdə Litva millisi ilə bağlı demişdim. Litva millisinin gəncləri bugün artıq Avropaya yayılıblar. Avropanın samballı ölkələrində, klublarında çıxış eləyirlər. Bir qədər sonra elə Ahmet də Moldova millisi ilə bağlı çox önəmli faktları bugün mənə təqdim eləmişdi. İndi özü də bu barədə danışacaq. Məncə düşünürəm ki, biz də artıq bir cığır açmalıyıq, bir yola çıxmalıyıq ki, o yolun sonunda bilək ki, bizi nə gözləyir, nə gözləyə bilər.